Salam dəyərli izləyicilər, əziz dostlar, hamınızı xoş gördük. Binə qəsəbəsi orta dükandan içəridə, şəhidin evinin yanında. Düz o 4 yolda. Məktəbə də yaxın, şirin suyu, qazı, işığı olan bir ev sizə təqdim edirəm. Ev yaşayışlı olub, indi boşalıb, yəni boşdur. Bura qonaq otağıdır, twisted yerinə kimi var, üzbəyiz mətbəxdir, mətbəx mebeli də var, 3 mərtəbə bahalı mebel. Bura bir yataq otağımız, gördüyünüz kimi. Bura ikinci bir yataq otağımız, ailə otağı. Burada evimizin sanitarla sanuzeli. Və keçid alaq sizi evimizin həyəti ilə tanış edeyim. Evin həyət hissəsidir. Bura yaşıllıqçı nəzərdə tutulub. İndi ağac açarsınız, öz üstünüzə kliparnik eləyərsiniz. Odur. Burada həyətə maşın daxil ola bilir. Promoy da gedir qaraca. Kombi yeridir. Kombisi də qoyulub. Bu qarac hissəsində həyata dolan artıq suların getmək üçün, kanalizasiyaya getmək üçündür. Evin buradan arxa tərəfinə keçid var. Ehtiyat su çəni buradadır, gidrafon da buradadır. Evin arxasında toyuq düzə saxlamağa da şərait var. Və digər bir yerlərə otağın altıda, yəni evin alt hissəsi burada boşdur. Gördüyünüz kimi atmalar da hamısı normal yaxın atılıb. Qiymət 85.000 manat. Reallıq olsa qiymətdə razılaşmaq olar.